Yevlağın Marzılı kənd sakini Mübariz Əliyev şəxsi təsərrüfatında 70-ə yaxın keçi saxlayır. O, 20 ildən artıqdır bu işlə məşğuldur. Fermer keçiləri qışda əsasən tövlə şəraitində yonca otu ilə yemləyir, ilin digər fəsillərində örüş sahələrində otarır. Keçilər əsasən kolkosla, yarpaqla və digər bitkilərlə qidalanır. Mübariz Əliyev heyvandarlığın bu sahəsinin gəlirli olduğunu bildirir. O deyir ki, bəslədiyi doğar keçilərin çoxu 6 ayda bir dəfə olmaqla ildə 2 dəfə bala verir. Hər dəfədə keçilərin əksəriyyəti 2, bəziləri 3, hətta 4 bala verir. Atalar deyir ki, kasıblardan keçi al. Qoy artsın, səni kasıblıqdan çıxarsın. Artımlı heyvandır. Balası elə bil ki, əmə doğur. Keçinin balası əmə doğur. Anasını əmir, özü doğur. Mübariz Əliyev keçilərin digər heyvanlara nisbətən xəstəliklərə daha az yoluxduğunu, istiyə qarşı dözümlü olduğunu deyir. Yalnız ağciyər, qaraciyər və qızdırma xəstəliyinə tutulan bu heyvanlarda ildə 2 dəfə profilaktik tədbirlər apardığını bildirir. İldə bir dəfə gəzilinin qırxdığını söylüyor. Mütəxəssislər isə keçi südünün və ətinin insan orqanizmi üçün çox faydalı olduğunu deyirlər. Onun əti yüksək qidalıdır, pəhrizdir, heç bir narahatçılıq yaratmır. Yüksək həzmə gediciliyi var, südü ana südünə yaxındır. Heyvan bazarlarında hazırda 15-20 kiloqramlıq keçilər 100 manat civarında satılır.